bunu bir sual-cavabla möhkəmlədək. Görək nə cür yadda qaldı. Deməli, bizim əsas obrazımız kimdir burada? Oktay. Oktay Eloğlu. Ondan sonraki obraz Firəngiz. əsas Firəngiz. Şekinski kim idi orada? Şekinski sonra rejissor oldu. Aha. Yaxşı. Tamara kim idi? Tamara nə idi onun problemi? Niyə o aktyorluğunu eləyə bilmirdi? Azərbaycan dilində danışır. Aha, hansı sözü deyə bilmirdi? Belə sözünə bala deyirdi. Ay sağ ol, bala deyirdi. Hər dəfə də deyirdilər, amma yenə də nə edirdi? Qaydırdı, bir də bala deyirdi. Əslində nə deməli idi o? Belə deməli idi, düzdür. Birinci pərdə harda baş verir, nə cür olur? Səhnənin arxasında baş verir. Aha. Yaxşı. Hansı qiyafədə olurlar aktyorlarımız? Aha. Yaxşı. Sonra Antrepreneurun gəldiyini kim deyir? Mazandaranski. Mazandaranski gəlib deyir, düzdür. Nəyə pulunu verə bilmirdilər onlar? Mənzilin. Mənzilin. Bəs pulu hardan tapdılar, nə cür verdilər? Üzüyünü verdi. Kim verdi? Oktay. Oktay. Pul yox idi verməyə. Amma Oktay neynədi? Çıxartdı, üzüyünü verdi, düzdür. Sonra problem nə idi? Səhnənin qurulması üçün problem nədə idi? Elə bir aktyorlar arasında birlik yox idi də. Hansı şeydir? Hə, indi o birlik o başqa, o da yoxdur. Amma faktı çatışmayan nələr var idi orada? Hə, bir çox nə bilim əşyalar var idi. Nələr idi məsələn? Çəkic, dekorasiyanı qurmağa yox idi da, avadanlıqlar. Çəkişi nə ilə əvəz elədilər? Kimdir o nə cür oldu? Elə bir şaqqıl deyir ki, heç şey yoxdur da, sən düzəldəcəksən. Oktay da yerdən daş götürüb deyir ki, çəkiş budur, yəni özünü tapıb. Düzdür. Deməli, amma teatra maraq yavaş-yavaş artırdı, düzdür. Gəlirdi də insanlar teatra baxmağa. Yaxşı, sonra kim gəldi? Oktayın dostu kim idi? Səməd. O birdən olur ki, məsələn, Səməd Vahid falan, o Səməd Vahid haradaydı? Anada. Ananın... Hüseyin Sərtin ana piyesi. Yox, ana piyesi. Anamın kitabında deyildi. Anamın kitabı kimin idi? Ay sağ ol. Bu eləcə Səməddir. O Səməd Vahiddir, bu sadəcə Səməddir. Aha, Səməd gəldi Oktaya nə dedi? Deyir ki, şeydir, anam məni göndərir. Hə. Şeydir, yəni evə keç gedirsən, pul yox, bir şey yoxdur. Hansı vəziyyətdə olduğunu bildirdi anasının bacısına? Elə bir deyir ki, bacım xəstədir, üç gecədir şeydir, qaranlıqda yatır. Aha. Mehtamada pul yox. Nə təklif edir Oktaya? Oktaya təklif edir ki, birinci, deyir ki, şeydir, gubernatora demansı lazımdır. Deyir, ayda 70 vaxt donluq verir, kənarda 708 gəliri var. Sonra deyir ki, əgər sənədə də marağın varsa, sən böyük bir puluna Rus sənəsə çağırır, get orada işlə. Düzdür. Oktay razılaşır. Oktay orada nə deyir ona? Xalq, mən nəsə elə bir söz deyir. Deyir ki, xalqı mən bu iki söz bir yerə sıraşdıramaz. Deyir, ya mən olmalıyam, ya xalq olmamalıdır, ya da olmalıdır, mən olmalıyam. Deyir, mən baxdım, ikinci il yoxdur. Gəl Əli. Deyir, o gündən Oktay bir şəxsiyyət olaraq artıq yoxdur, o artıq el olurdu. Oktay bacısını nə dedi? Bacısı haqqında nəsə bir söz dedi. Kimdir dedi? Bacım kimdən biridir? Deyir, xalqdan biridir, onu xalq düşünsün. Xalq düşünsün. Mən və Oktay və deyir xalq, ikisi bir arada olmaz. Aha, Səmədin dediklərindən razı olmadı. Sonra Səməd ona hansı xəbər verdi? Bir xəbər də Səməd ona gətirdi. Səməd? Hə. Dünən gecə nə oldu deyir? Hə, deyir, sən öz əmin, doğma əmin, nişanı başqasına verdi ki, arvad tumanı geyinən kimə? Arvad tumanı geyinən birinə. Çünki cəmiyyət normal qarşılamırdı da, aktyorun o qiyafələrini, dəyişmələrini normal qarşılamırdı, düzdür. Yaxşı, Səməd getdi. Teatr baş tutdu. Tutdu. Oktaya kim öz sevgisini etiraf elədi? Firəngiz. Neçənci səhnədə oldu bu? İkinci səhnədə öz sevgisini etiraf elədi. Firəngiz kimlə getmişdi ora? Nadia ilə. Yaxşı, Firəngiz Oktaya öz sevgisini Nadia'nın vasitəsindən etiraf elədi. Düzdür, yanında Nadia var idi. Bəs Firəngizi Oktaydan ayırmağa, dəstək olmağını istəyən kim idi? Kimdən istəyirdi dəstək olmağını? Qardaşı, Aslan bəy. Kimə deyirdi ki, onu başa sal? Yenə Nadia'ya. Nadia deməli həm Oktayla Firəngizin yanındadır, həm də sonra qardaşı deyir ki, Nadia ki, Firəngizi başa sal, ayrılsın da Oktaydan. Yaxşı,
Axı və orada onlar deyirlər ki, biz teatra bir gedirik. O nə cür baş verir o? Həm də ayırır. Niyə ayırdı? Oqtaydan Firəngizi niyə ayırdı? Deyirdi ki, o yəni bir aktyordur da. Deyir, mən ziyalıyam, başqa yəni gedib sabahsı gün biri məndən bacımı soruşsa, onun əlini falan soruşsa, yəni mən deyim ki, o belə adlı sanlı biri ilə, qəşəng işi olan biri ilə mi evlidir, yoxsa nə bilim? İndi konkret orada ad deyir də. Məsələn, filan kəs Daniyar bəy, yoxsa aktyor yazır. Ad səfir aktyor Oqtay mı? Ay sağ ol. Bunlar ayıra bildi? Ayırdı. Nə dedi? Nə cür baş verdi hadisə? Proses nətər oldu? Heç nə aslında Oqtaya da çağırdı. Dedi ki, belə sizə məktub yazsan buna, o da sağ yazıb, məktub istədi, o da vermədi. Sonra dedi ki, onsuz da o səni sevmirsə, Oqtay da deyir ki, mən onu öz dilindən eşitmək istəyirəm. Firəngiz gəlir, o da deyir ki, sizə olan səmiyyətim, siz tamam başqa anlayıbsınız da, mən sizi bir aktör olaraq sevirəm. Aslan bəy, Oqtaydan nə istədi Firəngiz gəlmək üçün? Məktubu. Məktubu istədi, düzdür. Oqtay verdi, nə deyil vermədi? Deyir ki, yəni bu nə sizdəndir, nə də sizədir də. Sizadəti yoxdur, yəni. Firəngizlə mənim aramdadır, gəlsin özünü verim, eləmi? Bəs Aslan bəy Oqtayı öz aləmində nəyə hazırlamışdı ki, Oqtay ona razı olacaqdı? Pul hazırlamışdı. Pul, təklif elədi. Oqtay sonda həmin pulu neynədi? Üzünə çırpdı. Aslan bəyin üzünə çırpdı, getdi. Yaxşı. Firəngizin atası nəyin üstə dava salmışdı evdə? Elə həmin gün idi də? Şey üstündə, Firəngiz teatraza da gelirdi. Onu da eşidir. Günahı kimdə gördü atası? Qardaşında. Qardaşında, Aslan bəydə, düzdür. Aslan bəy orada teatrı nə ilə müqayisə elədi? Atası lap dəli oldu. Deyir ki, orada şeydir də, pis heç nə yoxdur. Məsciddən də, o axıntıların sözündən də belə şeydir. Yaxşıdır. Sonra anası da deyir ki, ay baba, niyə elə deyirsən də, düzdürmü? Yaxşı. Sonra deməli bunlar ayrıldı, düzdür. Sonra Oqtayın həyatı nə cür oldu? Oqtay elə bir sürgünə yolladılar. Orada nəsə də həbs oldu. Elə bir Türkmənistan getdi, orada şeyin əleyhinə, hökumət əleyhinə işlər elədi, ona görə həbsə atdılar. Sonra da? Sonra heç nə, inqilabdan sonra buraxdılar. Səfirlər paçadı, ortalıqda gəzir. Sonra kim onu tapıb teatra qaytarmaq istəyir? Xaspolat. Dostu ilə. Xaspolat artıq nə işləyirdi? Müdürü idi. Teatr müdürü idi, düzdür. Yaxşı, harada tapdılar onu gedib? Meyxanada. Düzdür, içkili vəziyyətdə. Onlar nə deyirlər ki, buna deyir, nə zaman biz təklif edəyək, nətər edək deyir, aparaq? Deyir ki, bu meyxana bağlananda onu təqib edərik. Zamanında olsa bir maşına mindirib apararıq, belə ayaq vəziyyətdə. Bəlkə Ayazıya, ondan sonra təklif edək, sonra gəlsin, düzdürmü? Yaxşı, Oqtay bacısının aqibəti nə olmuşdu? Bacısı deməli şeydir, 5-6 yaşlarındaydı o vaxtlar. 10 il oldu, sürgün. Dilənçi vəziyyətinə düşmüşdü də. Küçədə dilənmədi. Firəngiz də deyir ki, arada gəlib kömək edirdim ha. Mənə evə xidmətçi olaraq götürmüşdü. Deyir, xəstələndim, deyir ki, mənə qovdular, təzədən belə küçələrdə düşmüşəm. Firəngiz buna dəstək olmuş, evinə aparırdı. Sonra Firəngizi neynir Danayar bəy? Boşuyur. Firəngiz gedəndən sonra da Sevər orada qalırmı evdə? Qalır, qulluqçuluq edir. Ondan sonra da neynirlər? Bunu da qovurlar, sən deyil, xəstələndiyi üçün. Yaxşı, Oqtay ilə Sevər harada rastlaşır? Elə meyxananın qabağında. Elə həmin günü Xaspolatla Səməd bunu axtaranda Sevər də orada olur. Onlar nə cürdür onların dialoqu? Deməli şeydir, Sevər bundan pul istəyir, yemək istəyir də. O da Oqtay deyir ki, sən indi ac olduğunu mənə təsvip edir versən də, bəlkə yalan deyirsən. O da deyir ki, niyə yalan deyim də, bu qarlı qış belə gecəsində kim soyuqda çıxar, küçədə durar. O deyir, nə bilim, bəlkə pulu falan özünə gizlət, saxlamaq istəyir, yırmaq istəyirsə, deyir, yox, vallahi acam. Oqtay deyir ki, gedim bıçaq gətirəm, sən qarnına deşin, baxın görürsən həqiqətən də atsanmısan. Atsansa sənə verir. Sevər dağlayır, deyir ki, gəl heç nədə məni öldür, canını qurtarsın. Oqtay da deyir ki, yaxşı, yəni mən onu çörək götürmüşdüm meyxanadan. Deyir, bunu zaten sən üçün götürmüşdüm.
Sən bayaq gələndə görmüşdüm, beri çörək. Düzdür. Aha, yaxşı. Sonra deməli, Oqtay əslində nə axtarırdı? Həqiqət axtarırdı, düzdürmü? Meyxanada o nə danışdı? Nə idi oğlan adı meyxanadakı? Nə danışdı ona? Demək, qaraçı qızlar orada oynayırdılar, çalıb oynayırdılar. Oqtay ona soruşdu ki, bunlar nə oxuyurdu? Onlar bir aydan onlar belə oxuyurlar, Muxan deyir ki, bir aydan oxuyurlar həmişə. Deyir ki, söylə oxumasınlar da. Yəni deyir ki, elə şey oxusunlar ki, yəni göründüyü kimi görünməsin, olduğu kimi görünsün. Ay, sağ ol. Olduğu kimi görünsün, göründüyü kimi görünməsin. Yəni süni şeylər oxumasınlar. Düzdür. Deyir ki, nəfər oxumasınlar, o da onu belə yanına çağırır, deyir ki, bu divar nədən daşlanır, deyir, bəs bu kağızlar, bu nə üçündür? Deyir, o heç nə bəzəkdir, bunların hamısı sünidir də, niyə daşı gizlədirsiniz? Daşsa deyir, daş görürsünlər. Yəni, çirkin də olsa, o həqiqət olduğu üçün gözəldir, bu bəzəklərini gizlətməyin deyir. Düzdür. Yaxşı, bundan sonra nə olur? Oqtay Xaspoladla, Səmədlə razılaşırmı? Niyə? Hansı şərtlə razılaşır? Sevərə görə deyir ki, aparım buna deyir, heç nə istəmirəm. Bir dənə bacıma ev verin, yemək verin, bunlar baxar. Yaxşı, sonra teatr olur? Olur. Hansı əsər oynayırlar? Qaçqınlar, Şirinə qaçqınlar. Qaçaqlar. Qaçaqlar, Aha. Yaxşı. Şirlərin qaçaqları, düzdürmü? Deməli, bəs qadını kim oynadı? Tamara. Amalyanı. O Tamara oynayışaydı. O da yalan xəstələnmişəm bahanəsinə oynamaq istəmədi. Niyə yalandan deyirdi? Deməli, bunlar Şəkinski ilə əlbir olub, Oqtaya tamaşa çıxmamasını istəyirdilər. Ona görə xəstəyəm dedi, oynamaq istəmədi. Düzdür. Əslində Tamaraya deyəsən pul da vermişdilər ki, oynamasın. Şəkinskiyə Daniel bəy göndərmişdi. 500 manat göndərmişdi ki, Oqtay səhnəyə çıxmasın. Teatr baş tutmasın. Və Firəngiz də axı bir dəfə Oqtaya vurubdu zərbə ilə. Düzdür, sevmirəm deməklə bir dəfə vurdu zərbə. İkinci dəfə deyir ki, bunun ucunda ölüm olsa belə, nə etməliyəm? Bu vəziyyətdə çıxıb oynamalıyam. Özü də ki, Firəngiz ona oynayıb axı əvvəldən bir dəfə. Sözlərində əzbər verir. Çıxıb oynayırlar. Orada o proses nətər baş verməli idi əslində? O öldürülmə səhnəsi. Əslində nətər olmalı idi teatrda? Yalandan öldürəcəkdi. Ayso, yalandan öldürməli idi. Amma Oqtay nə elədi? Həqiqətən öldürdü Firəngizi. Ayso, niyə öldürdü? Nə fikirləşdi o öldürdü onu? Acına, qısasını aldı Firəngizdən. Yox, qısas deyildi. Deyir ki, mən səni bu qara torpaqda sürünən bir həşərat kimi görmək istəmirəm. Onu əbədiyyətə qovuşdurdu da. Əslində bu pisliklərdən, bu yalandan Firəngizin nə elədi? Canını qurtardığını düşünür. Belə, qurtardıq.